zamanlarda Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən gərginlik müşahidə edilir. Azərbaycan prezidenti İlham Əliyevin 9 may qələbə günü ilə bağlı qərarından sonra Rusiyada Vladimir Solovyov başda olmaqla bir sıra rəsmilər, siyasətçilər ölkəmizə qarşı ittihamlar səsləndirməyə başlayıblar. Onların bu ritorikasında əsas hədəf kimi Rusiyada yaşayan əmək miqrantları, xüsusilə də Azərbaycanlılar seçilib. Solovyov son çıxışında Rusiyada yaşayan miqrantların ölkədən qovulmalı olduğunu bildirib. Belə olduğu halda miqrantlara təhlükə yaranır. Milli Məclisin deputatı Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov Qlobalifo AZA açıqlamasında deyib ki, son vaxtlar Rusiya rəsmiləri tez-tez bu məzmunda bəyanatlar səsləndirir. Bir sıra hallarda bəzi şəxslər məsuliyyətsiz bəyanatlar verirlər. Sovet İttifaqına daxil olan xalqlar bir vaxtlar birgə yaşamış və onların bir qismi bugün də Rusiyada yaşayır. Həmin xalqlar Rusiya dövlətinin formalaşmasında, dövlətçilik ənənələrinin qorunmasında və ölkənin inkişafında böyük rol oynayıblar. Buna görə də bu kimi açıqlamaların tez-tez səsləndirilməsi doğru deyil. Hazırda Rusiyanın dünyanın bir çox ölkələri ilə münasibətləri pozulub. Demək olar ki, bütün Avropa ölkələri vaxtaşırı rəsmi Moskva ilə bağlı öz mövqelərini bildirirlər. İndi isə Rusiya postsovet ölkələri ilə də əlaqələrini korlamağa başlayıb. Əgər bu cür addımlar davam edərsə, bu Kreml üçün ciddi zərbə olacaq və nəticədə Rusiya dünyada tək qala bilər. Miqrantlar artıq Rusiyanın cəmiyyətinin ayrılmaz hissəsinə çevriliblər. Onlar uzun illərdir bu ölkədə yaşayırlar. Miqrantları tez-tez hədələmək və şantaj etmək düzgün yanaşma deyil. Bu proseslərdən Azərbaycanlı miqrantların da təsirlənməsi mümkündür.